Bugünkü dərsimiz illik və gündəlik planlaşdırma. Yaxın. İllik və gündəlik planlaşdırma mövzusudur. Gəlin başlayaq dərsimizə. Bugünkü mövzumuz illik və gündəlik planlaşdırmadır. Deməli, planlaşdırma mənim üçün ən vacib amillərdən biridir. Mənim sabahki dərsini necə, yəni sabah keçiriləcək dərsin bugündən həmin dərs üçün planını hazırlamalıdır. Yəni sinifə daxil olduqda nəyi necə edəcəyini, necə keçəcəyini, dərsin sonunda şagirdlərin hansı nəticələrin əldə edəcəyini əvvəlcədən müəllim plan hazırlayaraq bunlar haqqında düşünməlidir. Bunları əvvəlcədən düşünməlidir. Planlaşdırmanın özünün də iki növü var. İllik və ya perspektiv planlaşdırma, bir də gündəlik və ya cari planlaşdırma. İlk öncə hələ biz bu planlaşdırmanın növlərinə keçməmişdən əvvəl onu qeyd edeyim. Geriyə planlama var. Baxın, geriyə planlama. Geriyə planlama nə deməkdir? Geriyə planlama, indi qeyd edəcəyik. Geriyə planlama nə? Geriyə planlama, deməli, planlamada, bax, birinci olaraq mən yazmağına görə belə yazacağım, fəaliyyət, qiymətləndirmə, nəticə. Nəticə, yəni təlim nəticəsindən söhbət gedir. Baxın, sıralanma, fəaliyyət, qiymətləndirmə, nəticə. Geriyə planlama nə deməkdir? Geriyə planlama, bunların içərisində ən sonda yerləşən, sonda belə deyək də, şagirdlərin əldə edəcəyi bilik, bacarıq olan nəticədir. Buna birinci baxılır. İlk olaraq bu müəllimin düşündüyü, müəyyənləşdirdiyi hissə nəticədir. İkinci olaraq müəllimin, belə deyək də, sondan planlaşma, sondan əvvələ doğru gedir. Ona görə deyirlər geriyə planlama. Birinci nəticəyə baxmalıdır müəllim. İkinci qiymətləndirməyə, üçüncü fəaliyyətə. Buna görə də deyirlər ki, geriyə planlama. Görürsünüz, sondan planlama əvvələ doğru gedir. Sondan əvvəl. Nəticə bilirsiniz ki, şagirdlərin əldə edəcəyi bilik bacarıqlardır. Bu sonda yəni əldə olunan bilik bacarıqdır. Amma buna baxmayaraq planlama zamanı müəllim plan hazırlayan zaman ilk olaraq buna baxır. Nəticəyə baxır. Birinci nəticəni müəyyənləşdirməlidir. Deməli, geriyə planlamada əvvəlcə dərsin sonunu fikirləşirik ki, məsəl üçün biz şagirdə nə nəticəni alacaq, hansı nəticəyə nail olacaq. Geriyə yəni planlamada əsas ardıcıllıq bu şəkildədir. Birinci, deməli, nəticələrin əvvəlcədən müəyyənləşdirilməsidir. O nəticələrə çatmaq üçün, qiymətləndirmənin üsul və vasitələrin hazırlanması, ikinci olaraq bu nəticəyə çatmaq üçün qiymətləndirmənin üsul və vasitələrini müəyyənləşdirmə hazırlanması və həmin yenə də bu nəticə, ikinci burada üsul və qiymətləndirmənin üsul və vasitələrin müəyyənləşdirməsi nə nəticə? Bu nəticəyə çatmaq üçün. Yenə də həmin nəticəyə, bu nəticəyə çatmaq üçün bu nəticəyə xidmət edən fəaliyyətin seçilməsidir. Görürsünüz, üçüncü bu fəaliyyətin seçilməsidir. Bu yanaşma, bu cür geriyə planlama istər
illik planlaşdırma olsun, istərsə də gündəlik planlaşdırma olsun, hər ikisinə aiddir. Yəni bu cür planlaşdırma hər ikisinə aiddir. Sonda olanı əvvəlcə müəyyənləşdirdiyinə görə buna deyirlər geriyə planlama. Nəticə ən sonunda əldə olunan bilik bacarıqdır. Bunu müəllim əvvəlcədən müəyyənləşdirir. Sonra həmin nəticəyə xidmət edən qiymətləndirmənin üsul və vasitələrini müəyyənləşdirir. Daha sonra isə həmin nəticəyə xidmət edən öyrənmə fəaliyyətini, təlim fəaliyyətinin seçilməsi, müəyyənləşdirilməsi işi gedir. Buna görə deyirlər ki, nə? Geriyə planlama. Bax, geriyə planlama budur, müəllimlər. Geriyə planlama istər deməli, illik planlaşdırmada, istərsə də gündəlik planlaşdırmada. Hər ikisinə aiddir. Nəticə burada indi nəticə bu təlim nəticəsi deməkdir. İlk olaraq müəllim nəyi müəyyənləşdirməlidir? Təlim nəticəni. Təlim nəticələri. Təlim nəticələri dedikdə nədir? Yəni təlim nəticələri ilin və ya dərsin sonunda şagirdlərin hansı bilik və bacarıqlara sahib olacaqları haqqında ümumi nəticələrin əvvəlcədən müəyyənləşdirilməsidir. Nədir təlim nəticələri? Yəni burada mən illik hədəflər var. İlin sonunda bir şagirdlərin əldə edəcəyi bilik bacarıq. Biz indi təlim nəticələri keçəndə əslində təlim nəticələrinin, ümumi təlim nəticələrinin 3 formasını qeyd etmişdik. Bir var təhsil səviyyələri üzrə təlim nəticələri, bir var sinifin sonu üçün, hər fənn üzrə sinifin sonu üçün müəyyən olunmuş təlim nəticələri, bir də var belə deyək də məzmun xətti üzrə olan təlim nəticələr. Bunlarla da yanaşı bir də var idi dərsin sonu üçün müəyyən olmuş təlim nəticələr. İndi təlim nəticələri planlaşdırmada isə təlim nəticələri bir ilin sonunda, yəni ilin sonunda deyəndə bu gedəcək illik planlaşdırmaya. Bir var ilin sonunda şagirdlərin əldə edəcəyi bilik bacarıqlar, bir də var ki dərsin sonunda, yəni 1:45 dəqiqənin sonunda şagirdlərin hansı bilik və bacarıqlara sahib olacaqları haqqında ümumi nəticələrin əvvəlcədən müəyyənləşdirilməsidir təlim nəticəsi. Deməli, ilk olaraq müəllim planlaşdırmada bu işi yerinə yetirir. Təlim nəticəyə baxır, təlim nəticəni müəyyənləşdirir. İkinci olaraq, burada biz sxemini də qurmuşuq, ikinci olaraq qiymətləndirməyə baxır. Qiymətləndirmə şagirdlərin nəyi öyrənməsi ilə bağlı məlumatın əldə edilməsidir. Yəni şagirdlər nəyi öyrənir? Bunu əldə etmək üçün qiymətləndirmədən istifadə edirik. Planlaşdırmada da müəllim nəyə əsasən müəyyənləşdirəcək ki, belə deyək, nələri bilir şagirdlər, nələri bacarır? Müəllim əlbəttə ki, diaqnostik qiymətləndirmə vasitəsilə formativ, summativ qiymətləndirmə üçün hansı üsul vasitələrdən istifadə edəcəyini müəyyənləşdirəcək. Yəni, qiymətləndirmədə müəllim bu qiymətləndirmə növlərindən istifadə edərək şagirdlərin nəyi malik olduqlarını ölçəcək, öyrənəcək, məlumatı əldə edəcək, belə deyək. Yəni, qiymətləndirmənin üsul və vasitələri də müəyyənləşdirilir. Üçüncü olaraq nəyə baxılır? Üçüncü hissədə fəaliyyətə, yəni öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyəti müəllimin deməli şagirdlərə verilmiş təlim nəticələrinə çatması üçün istər qiymətləndirmə olsun, istər fəaliyyət, öyrənmə fəaliyyəti, təlim fəaliyyəti də demək olar. Bunların hər ikisinin işi nəyə xidmət etməkdir? Nəticəyə xidmət etməkdir. Hər ikisi nəticəyə xidmət edir. Deməli, öyrənmə fəaliyyəti müəllimin şagirdlərin verilmiş təlim nəticələrinə çatmaları üçün həm sinif daxili, həm də sinifdən kənar, yəni ekskursiyalarda daxil etməklə sinifdən kənar etdikləri fəaliyyətlərdir, etdikləri tapşırıqlardır, yəni buna daxildir. Sonra öyrənmə fəaliyyətinə nələr daxildir? Öyrənmə fəaliyyətinə, məsəl üçün, müəllimin dərsində hansı iş formasından, üsullarından, metodlarından istifadə edəcəyini,
öyrənmə mühitini necə quracağı və s. ilə bağlı məsələlər də öyrənmə fəaliyyətinə nədir? Daxildir. Deməli, planlaşdırma buna görə nə deyirlər? Geriyə planlama. Bax, budur geriyə planlama. İstər qiymətləndirmə olsun, istər öyrənmə fəaliyyəti. Hər ikisi nəticədən asılıdır. Hər ikisi nəticəyə xidmət edir. Hər ikisi nəticənin reallaşmasını təmin edir. Bax, buna əsas fikir verin. Aslı olduğu isə, yəni fəaliyyət də, qiymətləndirmə də nəticədən asılıdır. Bax, bu əsas hissə idi. İndi keçək, deməli, planlaşdırmanın növlərinə. Deməli, bayaq da qeyd etdik, planlaşdırmanın iki növünü. Bir, perspektiv və ya illik planlaşdırma, bir də cari və ya gündəlik. Deməli, planlaşdırmanın oldu iki növü. Olur iki növü planlaşdırma iki növü var. Bir var illik planlaşdırma. Bunun digər adı da perspektiv planlaşdırmadır. Bir də var gündəlik. Deməli, bir gündəlik planlaşdırma var, bir də illik planlaşdırma var. İllik planlaşdırmanın digər adı perspektiv planlaşdırmadır. Perspektiv planlaşdırmadır, pul yazaq, yəni planlaşdırmanı deyir. Gündəlik planlaşdırmanın digər adı da cari planlaşdırmadır. Bunlar da deməli planlaşdırmanın iki növünü qeyd etdik. İllik perspektiv planlaşdırma, gündəlik cari planlaşdırma. İndi gəlin ilk olaraq illik planlaşdırmaya baxaq. İlk olaraq illik planlaşdırmaya nəzər salaq. İllik planlaşdırma, yəni perspektiv planlaşdırma nədir? İllik planlaşdırma müəllimin bir akademik il ərzindəki, bax, buna fikir verin, bir akademik il ərzindəki tədrisin təşkili ilə bağlı məsələləri özündə əks etdirən sənəddir. Deməli, illik planlaşdırma nə oldu? İllik planlaşdırma müəllimin bir akademik il ərzindəki tədrisin təşkili ilə bağlı məsələləri özündə əks etdirən sənəd oldu. İllik planlaşma zamanı, illik planlaşmanı hazırlamaqla müəllim il ərzində hansı zaman aralığında hansı alt standartları reallaşdıracağını, hansı mövzuları keçəcəyini, tədrisi necə təşkil edəcəyini, qiymətləndirməni necə aparacağını, hansı resurslardan istifadə edəcəyini əvvəlcədən müəyyənləşdirilmiş olur. Deməli, illik planlaşdırmada nələr müəyyənləşdirilmiş olur? Bir də təkrarlayaq, illik planlaşdırmada müəllimin bir il ərzində, yəni il ərzində hansı zaman aralığında hansı alt standartların reallaşdırılacağını, hansı mövzuları keçəcəyini, tədrisi necə təşkil edəcəyini, qiymətləndirməni necə aparacağını, hansı resurslardan istifadə edəcəyini əvvəlcədən müəyyənləşdirilmiş olur. Yəni, bunu bu şəkildə əvvəlcədən müəyyənləşdirilməsi nəyi təmin edir? Əlbəttə ki, müəllimin il ərzindəki fəaliyyətinin sistemli şəklini təmin edir. Müəllimin il ərzindəki fəaliyyətin axıcılığını, ardıcıllığını təmin edir. Deməli, illik planlaşdırmada müəllimlər, planlaşdırma nə zaman hazır olmalıdır? İllik planlaşdırma sentyabr ayının 15-nə kimi hazır olmalıdır. Təsdiq də olunmuş vəziyyətdə sinifə artıq hazır şəkildə müəllim daxil olmalıdır. Tədris ilinin əvvəlindən təsdiq olmuş formada hazır şəkildə tam hazır olmalıdır. Sonra illik planlaşdırmada nələr qeyd olunur? Baxın, illik planlaşdırmada nələr öz əksini tapmalıdır? İllik planlaşdırmada birinci yerdə standart. ST yazıram, yəni standart. Birinci yerdə standart. Sonra tədris vahidi. T, vahid, V. Birinci yerdə standart, ikinci yerdə tədris vahidi. Üçüncü yerdə mövzu.
Möv yazın, mövzu. Sonra inteqrasiya, i-n-t yazın, inteqrasiya. Sonra resurs, resurs, yenə qısa yazıb sonra siləcəm. Sonra qiymətləndirmə, yazın, qiymətləndirmə. Sonra saat, sonra da tarix. Deməli, illik, yəni perspektiv planlaşdırmada standart, tədris faizi, mövzu, inteqrasiya, resurs, qiymətləndirmə, saat, tarix. Bunlar olmalıdır. Amma bunların içərisində bu inteqrasiya ilə resurs ola da bilər, olmaya da bilər. Yəni onlar mütləq deyil. Onlar mütləq deyil. Mütləq olan burada standart, tədris faizi, mövzu, qiymətləndirmə, saat, tarix. Qalanlar mütləqdir. Yəni inteqrasiyanı artıq son zamanlar heç inteqrasiya ilə resursu illik planlaşdırmada müşahidə etmirsiniz, görmürsünüz. Yəni bunlar sala da bilər, salmaya da bilərsiniz. Amma bunları isə mütləq salmalısınız. İndi baxın, illik planlaşdırmada müəllimlər biz bunları qeyd etdik. Amma qiymətləndirmədə, illik planlaşdırmada hansı qiymətləndirmələr olur? İllik planlaşdırma, qiymətləndirmədən isə diaqnostik qiymətləndirmə, yer tutur, tarixlər qeyd olunur müəllim tərəfindən. Sonra kiçik summativ qiymətləndirmə. Bu da, yəni diaqnostik və kiçik summativ qiymətləndirmə mütləq qeyd olunur. Belə deyək. Formativ qiymətləndirmə yenə deyək. Biz gündəlik olaraq onsuz da formativ qiymətləndirmədən istifadə edirik. Yaza da bilər, yazılmaya da bilər. Onsuz da bunun bütün belə deyək də, o diaqnostik və summativ qiymətləndirmədən başqa qalan yerləri formativ qiymətləndirmə gedəcək. Yəni o yazıla da bilər, yazılmaya da bilər. Amma diaqnostiklə kiçik summativ mütləq qeyd olunmalıdır. Amma bir onu deyim ki, yadınızda saxlayın ki, böyük summativ qiymətləndirmə qeyd etmirik. Çünki onun vaxtı məktəb rəhbərliyi tərəfindən təyin olunur. Yəni böyük summativ qiymətləndirməni vaxtları məktəb rəhbərliyi tərəfindən təyin olunur. Ona görə belə deyək, illik planlaşdırmada qeyd olunmur. Tarixlər məktəb rəhbərliyi tərəfindən təyin olunmalıdır. Sonra kiçik summativ qiymətləndirməni təyin etdikdən sonra, belə deyim, biz onsuz da planlaşdırmanı nə edirik? Tarixləyirik, tarixlərini düzürük. Tədris ilinin əvvəlində elə kiçik summativ qiymətləndirmənin tarixlərini uşaqlara, valideynlərə vermək lazımdır. Çünki həmin tarixlərdə, belə deyək, həm valideynlərin, həm şagirdlərin məlumatı olsun, həmin günlərdə, yəni dərsdən qalmasın, iştirak etsinlər. Yəni həmin tarixlərdə, həmin vaxtlar, yəni dərslərdə iştirak etsinlər. Ona görə belə deyək də, kiçik summativ qiymətləndirmənin tarixləri verilir şagirdlərlə, paylaşılır valideynlərə, məlumat verilir. Sonra məktəbə görə də plan nümunəsi dəyişilə bilər. Yəni hər məktəbin özünə görə də plan nümunəsi dəyişilə də bilər. İllik planlaşdırmada bayaq da biz qeyd etdik. Hər ikisində geriyə planlama var. Hər ikisində geriyə planlama var. İllik planlaşdırmada birinci fənnin, baxın, buna fikir verin, fənnin sinif üzrə təlim nəticələri, yəni buna nə deyirdi? İllik hədəflər müəyyənləşdirilir. Yəni ilk olaraq illik planlaşdırmada birinci addım sonda olan təlim nəticələri birinci olaraq müəyyənləşdirilmək. Yəni illik planlaşdırmada da birinci fənnin, artıq burada dərsin sonu üçün yox ha, bu bir il ərzini əhatə edir. Yəni fənnin sinif üzrə, sinifin sonu üçün müəyyən olmuş o təlim nəticələri, yəni illik hədəflər müəyyənləşdirilir ilk olaraq. Bu müəyyənləşdirilir. Yəni belə deyək, kurikulumda bilirsiniz ki, nəticə yönümlülük prinsipi
şagirdin əldə etməli olduğu bilik və bacarıqlarının nəticələr formasında əvvəlcədən verilməsidir. Bu nəticə yönümlülük prinsipində də öz əksini tapıbdır. Prinsiplərdə, kurikulumun prinsiplərində. Yəni illik planlaşma zamanı ilk olaraq fənnin sinif üzrə, sinifin sonu üçün təlim nəticələrinə diqqət yetirmək lazımdır. Daha sonra həmin təlim nəticələrini reallaşdıran az standartlara baxılır. Daha sonra həmin təlim nəticələri reallaşdıran az standartlara deməli baxılır. Deməli illik planlaşdırmada ilk olaraq nəyə baxılır? İllik hədəflərə, təlim nəticələrinə baxılır. Bu illik hədəflər, yəni bu təlim nəticələrinin bu cür əvvəlcədən verilməsi müəllimin işini istiqamətləndirir. Yəni illik hədəflərin, təlim nəticələrinin ilk olaraq verilməsi nəyə xidmət edir? Müəllimin işini istiqamətləndirir. Müəllimə artıq illik fəaliyyətini necə quracağını yol göstərir. İllik hədəflərinin bu cür əvvəlcədən verilməsi. Sonra ikinci yerdə bayaq da biz dedik, geriyə planlama burada da var. İkinci yerdə gəlir qiymətləndirmə. İllik planlaşdırmada da il ərzində aparılacaq diaqnostik və kiçik summativ qiymətləndirmənin vaxtları və forması müəyyənləşdirilir. Biz bayaq dedik, illik qiymətləndirmədə diaqnostik və kiçik summativ qiymətləndirmə mütləq olur. Formativ yazıla da bilər, yazılmaya da bilər. Onsuz da bütün gündəlik olaraq biz formativ qiymətləndirmədən istifadə edirik. Bir orada qeyd olunmayacaq. Diaqnostik və summativin yerində. Qalanlar formativə düşür, formativin payına. Böyük summativi bayaq da qeyd etdik, qeyd olunmur illik planlaşdırmada. Amma qiymətləndirmə zamanı bura nə aid olur? İllik planlaşdırmada kiçik summativ qiymətləndirməyə vaxtı, bir də diaqnostik və kiçik summativin qiymətləndirməyə vaxtı və forması müəyyənləşdirilir. Gəldi üçüncü öyrənmə fəaliyyəti. İllik hədəflərə çatmaq. Görürsünüz, bayaq da dedik. Bunlar təlim nəticələrinə çatmağa xidmət edir. İstər qiymətləndirmə olsun, istər öyrənmə fəaliyyəti olsun, ikisi də. Deməli, öyrənmə fəaliyyəti də illik hədəflərə çatmaq üçün hansı fəaliyyətləri icra edəcəyini özündə əks olunur. Yəni, hansı inteqrasiya, hansı resurslar, yəni bir dərsə neçə saat verilməsi, hansı iş forma, hansı iş üsulundan istifadə edəcəyini müəyyənləşdirilir, belə deyək də. Öyrənmə fəaliyyəti bunu əhatə edir. Bax, bu illik planlaşdırmadır. Deməli, illik planlaşdırma oldu bir il ərzində. Bir akademi illik planlaşdırma nə oldu? Bayaq da qeyd etdik. İllik planlaşdırma müəllimin bir akademik il ərzindəki tədrisin təşkili ilə bağlı məsələləri özündə əks etdirən sənəd oldu və içindəkilərin hər birini neynədik? Qeyd etdik. İndi keçək müəllimlər gündəlik planlaşdırmaya. Silək, gündəlik planlaşdırmada qeyd ediləcək yerlər çoxdur. Keçirik gündəlik planlaşdırmaya. Gündəlik və yaxud da cari planlaşdırmada deyilir. Bu yazın bəs olur. Gündəlik planlaşdırma. Gündəlik planlaşdırma, yəni dərs planı müəllimin yaxşı dərs keçməsi və arzulanan məqsədlərə çatması üçün ona bələdçi rolunu oynayır. Deməli, dərs planı müəllim üçün nə rol oynayır? Bələdçi rolunu oynayır. Dərs planı bir növ yol xəritəsidir. Dərs planı nədir? Yol xəritəsidir. Yol xəritəsidir. Yəni, burada da deməli, əsas yerdə nə durur? Burada da birinci olaraq dərsin məqsədi. Birinci olaraq dərsin məqsədidir. İkinci olaraq qiymətləndirmənin, yenə deyirəm, geriyə planlama hər ikisində var. Qiymətləndirmənin üsul və vasitələri. Qiymətləndirmənin
Üsul və vasitələri. Üsul və vasitələri. Üçüncü olaraq da məqsədə çatmaq üçün dərs zamanı görüləcək işlər və fəaliyyətlər öz əksini tapır. Yəni, məqsədə çatmaq üçün bayaq da biz qeyd etdik. Fəaliyyət məqsədə çatmağa xidmət edir. Qiymətləndirmə də məqsəddən asılıdır. Məqsədə çatmağa xidmət edir. Deməli, dərsin məqsədinə. Məqsədə çatmaq üçün dərs zamanı görüləcək işlər və fəaliyyətlər aiddir. Dərs zamanı görüləcək işlər və fəaliyyətlər. Fəaliyyətlər öz əksini tapır. Gündəlik planlaşdırmada. İndi baxın, ümumiyyətcə belə deyək, tədrisə baxsaq, müəllimlər, tədris 3 mərhələli bir fəaliyyət kimi görünəcək. Tədris özü 3 mərhələli bir fəaliyyətdir. Tədris 3 mərhələli fəaliyyət olduqda, birinci mərhələ nədir? Birinci mərhələ dərsdən əvvəl baş verən hazırlıq mərhələsidir. Buna planlaşma mərhələsidir. Yəni, planın hazırlanması, hazırlıq mərhələsi, belə deyək də, planlaşma. İkinci mərhələ dərs zamanı baş verən sinifin idarə olunması, yəni öyrətmə və öyrənmə mərhələsi. Üçüncü mərhələ isə qiymətləndirmə. Deməli, tədris neçə mərhələli fəaliyyət oldu? 3 mərhələli fəaliyyətdir. Yəni, bu planlaşdırmaya aid deyil. Ümumiyyətcə, tədris 3 mərhələli bir fəaliyyətdir. Yəni, birinci mərhələ dərsdən əvvəl baş verən hazırlıq mərhələsidir ki, bu planlaşma. İkinci mərhələ dərs zamanı baş verən sinifin idarə olunması, öyrətmə və öyrənmə. Üçüncü mərhələ isə qiymətləndirmə mərhələsidir. Yəni, bu geriyə planlama deyil, bu saat. Bu tədrisin 3 mərhələli bir fəaliyyət olduğunu qeyd edirik. İndi gəlin baxaq, niyə dərsi planlamalıyıq? Baxaq görək, gündəlik planlaşdırmadan söhbət gedir, müəllimlər. Niyə dərsi planlamalıyıq? Niyə dərsi planlamalıyıq? Ona görə dərsi planlamalıyıq ki, müəllim şagirdlərə dərsdə nəyi və necə öyrədəcəyi haqqında müəllimə bir növ aydın bir fikir verir. Bax, bu planlama. Və problem yarada biləcək hər hansı bir məsələlər haqqında qabaqcadan düşünə bilmə imkanı yaradır planlama. Belə deyək də, sonra bir də müəllimin hədəfə çatmağı, yəni məqsədə çatmağı, hədəfi çatmağı asanlaşdırır planlama. Bundan başqa planlama bir də müəllimdə özünə inam hissini artırır. Bundan başqa müəllimin auditoriya qarşısındakı həyəcanını azaldır. Deməli, nə üçün planlama vacibdir? Niyə dərsi planlamalıyıq? Ona görə dərsi planlamalıyıq ki, müəllimə şagirdlərə dərsdə nəyi necə öyrədəcəyi haqqında, nəyi necə öyrəndiyi haqqında aydın bir fikir verir. Dərsdə hər hansı bir problem yarada biləcək məsələlər haqqında qabaqcadan düşünmə imkanı yaradır planlama. Bundan başqa, müəllimin hədəfə çatmağı, məqsədə çatmağını asanlaşdırır planlama. Bundan başqa, həmçinin müəllimdə özünə inam hissi yüksəlir, artırır planlama. Həmçinin də auditoriya qarşısında müəllimin həyəcanını azaldır
planlama. Elə bir müəllim bir növ dərsinə hazır gəlir, ardıcıllığını bilir, sistemini bilir, hansı addımdan sonra hansı addımı atacağını bilir. Buna görə müəllimin əlbəttə ki, auditoriya qarşısında həyəcanı azalacaq, özünə inam hissi yüksələcək. Bax, bu cür planlamanın vacib xüsusiyyətləri, dərsi bu cür, ona görə biz dərsi nə etməliyik? Planlamalıyıq. Bəs planlama zamanı hansı məqsədlər nəzərə alınmalıdır? Hal-hazırda yenə deyirəm, müəllimlər, bax, üstündən yazmışıq, gündəlik planlaşdırmadan söhbət gedir. İllik planlaşdırmanı bayaq izah elədik. Deməli, dərsi planlaşdırma zamanı hansı məqsədlər nəzərə alınmalıdır? Hansı məqsədlər Deməli, ilk olaraq planlama zamanı dərsin məqsədini aydın şəkildə, anlaşılacaq formada müəyyənləşdirmək. Birinci məqsəd budur. Deməli, hansı məqsədlər nəzərə alınmalıdır? Birinci olaraq dərsin məqsədi, yəni dərsin təlim nəticəsi onu deyir. Dərsin məqsədini aydın şəkildə, anlaşılacaq formada müəyyənləşdirmək. Anlaşılacaq formada müəyyənləşdirmək. Deməli, dərsin planlaşdırma zamanı hansı məqsədlər nəzərə alınmalıdır? İlk olaraq dərsin məqsədini aydın şəkildə, anlaşılacaq formada müəyyənləşdirməkdir. İkinci olaraq formativ qiymətləndirmə üsullarını müəyyənləşdirmək. Formativ qiymətləndirmə üsullarını İndi baxın, formativ qiymətləndirmə eşidən kimi sizə variantlar verə bilər, bax, belə fikir verə bilər, aşağıdan verə bilər ki, gündəlik planlaşdırma, illik planlaşdırma, digər hissələr də verə bilər. Formativ qiymətləndirmə görən kimi gündəlik planlaşdırmanı seçirsiniz. Çünki gündəlik planlaşdırmada, formativ qiymətləndirmədə biz gündəlik olaraq hansı qiymətləndirmədən istifadə edirik? Formativ, yəni belə deyək də, gündəlik planlaşdırmada formativ qiymətləndirmə üsullarının müəyyənləşdirmək aiddir gündəlik planlaşdırma. Onsuz da bunlar gündəlik planlaşdırmanın nəzərə alınacaq məqsədləridir. İndi testdə qabağınıza çıxsa, onu qeyd edirəm ki, formativ qiymətləndirmə görsəz, gündəlik planlaşdırmaya aid edirsiniz. Üçüncü, fəaliyyətləri dərsin məqsədinə uyğun seçmək. Fəaliyyətləri dərsin məqsədinə uyğun seçmək. Uyğun seçmək, tapşırıqları, sualları əvvəlcədən dəqiq hazırlanmaqdır. Seçmək, tapşırıq, sual, əvvəlcədən hazırlamaq.
yazıram, yəni qısa şəkildə hazırlamaq. Deməli, bunlar formativ qiymətləndirmə zamanı nəzərə alınacaq məqsədlərdən üçüncüsüdür. İndi keçək dördüncüsü, bir neçəsi var. Dördüncüsü, dərs zamanı fəaliyyətlərinin müxtəlif öyrənmə tərzinə sahib şagirdlər üçün uyğun olması. Yəni, diferensiyasiyanı təmin etmək. Diferensiyasiya görsəz, belə deyim, xüsusi öyrənmə tərzinə malik şagirdlərin nəzərə alınmasını görsəz, yenə də gündəlik planlaşdırmanı seçirsiniz. Deməli, dərs zamanı fəaliyyətlərini müxtəlif öyrənmə tipinə aid tipinə sahib şagirdlər üçün uyğun olması. Buna nə deyirlər? Diferensiyasiyanı təmin etmək və uyğun olması və diferensiyasiya. İndi yer qalmadı, səslə deyirəm. Deməli, dördüncü nə oldu? Dərs zamanı fəaliyyətlərinin müxtəlif öyrənmə tipinə sahib şagirdlər üçün uyğun olması və diferensiyasiyanı təmin etməkdir. İndi bura yuxarını silək, beşincini qeyd edim. Beşinci, hansı resurslardan istifadə etmək? Hansı resurslardan istifadə etmək? Altıncı isə real dərs zamanı meydana çıxa biləcək çətinliklərin əvvəlcədən təxmin olunması. Deməli, bunu səslə deyirəm, bunun digər adını deyəcəm. Deməli, uzun olduğuna görə qeyd etməyəcəm. Real dərs zamanı meydana çıxa biləcək çətinliklərin əvvəlcədən təxmin olunması, yollarını düşünmək. Yəni, buna nə deyirlər? Yəni, müəllimin B planının olması. Yəni, müəllimin B planın olması. B planı nədir? Yəni, müəllim dərs keçir, bax, bayaq da səsdə dediyim, deməli, real dərs zamanı deyir, meydana çıxa biləcək çətinliklərin əvvəlcədən təxmin olunması, yollarını düşünmək. Məsəl üçün, müəllim elektron lövhə ilə dərs keçir, dərs keçdiyi zaman dərsin ortasında, belə deyim, izahın ortasında elektron lövhədə nəsə nasazlıq çıxdır. Keçə bilmir və ya işıqlar sönür. Nəsə baş verir, müəllim yarımçıq qalır dərs izahında elektron lövhənin göstərişi zamanı. Müəllim nə edir? Müəllimin burada o zaman B planı, yəni real dərs zamanı görürsünüz, çətinlik yarandı müəllimin qarşısında, problem yarandı. Bu problemləri deyir, əvvəlcədən müəllim belə nəzərə alınmalıdır, düşünməlidir, bunlar da fikirləşməlidir. Əgər belə bir problemlə qarşılaşsa, mən nə edəcəm? Buna deyirlər B planı, müəllimin əlavə bir B planı olmalıdır. Bu B planı zaman, məsəl üçün, elektron lövhədən istifadə etmir, əyani vəsaitləri, başqa bir əyani vəsaitlə onu əvəz edir, dərsini o cür davam edir. Yəni, özünü itirmir. Sadəcə nə edir? Davamını başqa cür verir. Yəni, əlinin altında başqa bir B planı, davamı etmək üçün başqa bir B planı var. O yolla dərsini davam etdirir. Sonra onu qeyd edim ki, illik planlaşdırma ilə müəllimlər, gündəlik planlaşdırma bir-biri ilə əlaqəlidir. Yəni, necə? Daha çox görürsünüzmü, yoxlamalar zamanı, digər zamanı gələndə, belə deyim də, planlaşdırmaya baxan zaman gündəlik planlaşdırmadakı tarix, bir də illik planlaşdırmada tarixlər üst-üstə düşməlidir. Yəni, bunlar əlaqəlidir.
Necə? Məsəl üçün, illik planlaşdırmada hansı tarixlərdə hansı mövzuları qeyd etmisinizsə, gündəlik planlaşdırmada da həmin tarixlərdə həmin mövzuları verməlisiniz, həmin mövzuları qeyd etməlisiniz. Sonra illik planlaşdırmada həmin mövzulara hansı standartlar vermisinizsə, gündəlik planlaşdırmada da həmin mövzulara həmin standartlar verilməlidir. Deməli, standartları da düzgün seçmək lazımdır, bu da öz yerində. Belə deyək, deməli, illik planlaşdırma ilə gündəlik planlaşdırma nədir? Bir-biri ilə əlaqəlidir. Biz bunlara fikir verməliyik. İllik planlaşdırmada mövzu, tarix, standart nə verilibsə, gündəlik planlaşdırmada da həmin tarixdə, həmin mövzu və həmin standartı seçməliyik. Ona görə deyirlər, illik planlaşdırma ilə gündəlik planlaşdırma bir-biri ilə əlaqəlidir. Sonra gündəlik planlaşdırmanın forması, nümunəsi necədir? Hal-hazırda son nümunəni qeyd edəcəm, müəllimlər. Gündəlik planlaşdırmada ən son nümunə ardıcıllığı qeyd edəcəm. Artıq inteqrasiya götürülüb, yazmağa ehtiyac yoxdur. Heç resursları da yaza da bilərsiniz, yazmaya da bilərsiniz resursları. Onlar da yoxdur da, yəni götürülənib də. Amma siz yaza da qeyd edə də bilərsiniz, qeyd etməyə də bilərsiniz resurslarını. Gündəlik planlaşdırmada, belə deyək, məktəb, bunlar öz ardıcılığı. Gəl, istəyirsiniz, onları da yazın. Ən birinci məktəb gəlməlidir, məktəb. Məktəbin adı, sonra müəllim, müəllimin adı, sonra fən, hansı fəndirsə o, sonra tarix, tarixdə mən ən çox tarixin qabağından da elə sinifini də yazıram, sinif, hansı sinifdədirsə dərs, məktəb, müəllim, fən, tarix, sinif. Sonra bunları qeyd etdikdən sonra, bu başlıqdır, yenə də yazdım. Bunları qeyd etdikdən sonra gəlir alt standart. Birinci yerdə alt standart. Alt standart qeyd olunur bura. Alt standartdan sonra gəlir təlim nəticəsi. Təlim nəticəyə məqsəd də yaza bilərsiniz. Dərsin məqsədi və ya dərsin təlim nəticəsi. Bundan sonra gəlir qiymətləndirmə meyarı. Ondan sonra mövzu adı. Gör, haradadır mövzu adı. Sonra burada iş üslubu, iş forması, hətta lap arxaya aparıb. Mən ən çox mövzudan sonra yazıram. İş üsulu, iş forması. Deməli, məktəb, müəllim, fən, tarix, alt standart, təlim nəticəsi, yəni məqsəd. Da belə bir qoyda edək, məqsəd. Qiymətləndirmə meyarı, mövzu adı, iş üsulu, iş forması. Sonra gəlir nə? Dərsin təşkili, şagirdlərin dərsə cəlb olunması, sual və tapşırıqlar. İndi bizim yerimiz bu günlərim az oldu, belə deyək. Buranı silək, ardıcılığı buradan yazaq. Deməli, sonra gəlir dərsin təşkili. Deməli, dərsin təşkili, şagirdlərin dərsə cəlb olunması, sual və tapşırıqlar. Bu hissədə nələr gəlir? Bu hissədə gəlir mövzuya yönəltmə. Mövzuya yönəltmə, yəni motivasiyadır da, cəlb olunma. Mövzuya yönəltmədən sonra gəlir öyrənmə fəaliyyəti.
Öyrənmə fəaliyyəti ən sonunda da gəlir refleksiya. Deməli, gündəlik planlaşdırma ardıcıllığını qeyd etdim. Deməli, biz o məktəb, onları belə deyək də, hər birimiz bilirsiniz. Onları yazmadan, bax, ardıcılığı bir də qeyd edək. Bax, bu hissədə. Birinci alt standartdır. Birinci alt standart. İkinci təlim nəticəsi. Üçüncü qiymətləndirmə. Dördüncü mövzu. 5 bu. 6 iş üsulu, iş forması. 7 bunu qeyd edirik. Bu başlıq olaraq qeyd olunur. Bunun içərisində gəlir, bax, bunun içərisində dərsin təşkili, şagirdlərin dərsə cəlb olunması, sual və tapşırıqlar. Gəlir mövzuya yönəltmə, sonra öyrənmə fəaliyyəti, sonra da ən axırda refleksiya. Refleksiya ən axırda dərsin sonluğunu təşkil edir. Bu dərs belə deyim də, icmalı gündəlik plan nümunəsində artinin son buraxılışında verilib. Yəqin hər birinizdə var o, belə deyək də, PDF-i. Bax, bayaq da biz qeyd etdik, gündəlik planlaşdırarkən də ilk iş nədir? İlk dərsin təlim nəticənin effektiv şəkildə müəyyənləşdirməkdir. Gündəlik planlaşdırmadadır. Təlim nəticələri əvvəlcədən müəyyənləşdirilir və şagirdlərə bu təlim nəticələr elan edilir. Yəni, dərsə başlamamışdan əvvəl, müəllimlər, yadınızda saxlayın, təlim nəticələr şagirdlərə elan olunmalıdır. Təlim nəticələri özləri alt standartdan çıxarılır. Deməli, təlim nəticələri alt standartdan çıxarılır. Həmin təlim nəticələr əvvəlcədən deməli, şagirdlərə elan edilir, dərsə başlamamışdan əvvəl. Təlim nəticələrdə həmişə dinamik feillərdən istifadə olunmalıdır. Dinamik feillər nədir? Yəni, hərəkəti ölçə bilən feillər. Deməli, təlim nəticələrində həmişə hansı feillərdən istifadə olunmalıdır? Dinamik feillərdən. Yəni, dinamik feillərdə hərəkəti ölçə bilən feillərdir. Bu feillər hansı feillərdir? Bu feillər bulum idrak taksonomiyanın fəaliyyətini müəyyənləşdirən feillərdir. Dinamik feillər hansı feillər oldu? Bulum idrak taksonomiyanın fəaliyyətini müəyyənləşdirən feillər oldu. Yəni, bulum idrak taksonomiyanın o mərhələlərində verilmiş feillər var, müəyyən edir, tətbiq edir, təhlil edir, uyğunlaşdırır, müqayisə edir. Bax, bunlar məhz dinamik feillərdir hesab olunur. Deməli, həm də təlim nəticələri müəllimin deyil, şagirdlərin fəaliyyətini əks etdirməlidir. Deməli, təlim nəticələr müəllimin fəaliyyəti deyil, şagirdin fəaliyyəti əks olunmalıdır təlim nəticələrində. Dərsin məqsədini müəyyən edərkən müəllim mən nə keçəcəyəm yanaşmasında olmalı deyil. Bax, bu yanlış yanaşmadır. Mən nə keçəcəyəm. Mən nə keçəcəyəm yanaşmasında olmalı deyil. Bu yanlışdır. Müəllim bu özünün nə keçəcəyi yanaşmasında yox. Şagird nə öyrənəcək? Şagird nə öyrənəcək yanaşmasında olmalı? Nə öyrənəcək? Şagird nə öyrənəcək yanaşmasında olmalıdır? Deməli, bir də qeyd edib, deməli, dərsin məqsədini müəyyən edərkən müəllim mən nə keçəcəyəm yanaşmasında yox, şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Deməli, effektiv təlim nəticələri şagirddən nə gözlənildiyini, sonda hansı bilik bacarıqlarının yiyələnəcəyini təsvir edir. Bunu yadınızdan çıxartmayın. Təlim nəticələri şagird mərkəzli olmalıdır. Şagird yönümlü olmalıdır. Yəni, müəllimin fəaliyyəti yox, şagirdin fəaliyyətinə yönəlik olmalıdır. Müəllim də burada mən nə keçəcəyəm yanaşmasında yox, şagird nə öyrənəcək yanaşmasında olmalıdır təlim nəticələri müəyyən edən zaman. Məsəl üçün, mən
həm müəllimə aid, həm müəllim mərkəzli, həm də şagird mərkəzli təlim nəticəsini deyə bilərəm. Bir deyirəm ki, məsələnin həlli yolunu göstərir. Bax, bir deyirəm, məsələni həlli göstərir. Məsələnin həlli yolunu göstərir. Bir də deyirəm ki, məsələni həll edir. Bax, 2 dənə təlim nəticə yazmışıq. Baxın, birinci təlim məsələnin həll yolunu göstərir. Bu artıq müəllim fəaliyyətidir da, müəllim mərkəzlidir. Bu işi kim görür? Əlbəttə ki, müəllim görür. Və göstərən kimdir? Müəllimdir. Amma məsələni həll edən kimdir? Şagirddir. Bu şagird yönümlüdür. Şagird mərkəzlidir. Bu isə müəllim mərkəzlidir. Yəni, məsələnin həlli yolunu göstərmək müəllimə aiddir. Başqasını deyəm, tutalım ki, belə bir nümunə deyək. Vətənpərvərlik hissləri aşlayır. Vətənpərvərlik hissləri aşlayır deyəndə kim aşlayır? Müəllim aşlayır da. Demək, müəllim yönümlü olur bu. Bu düzgün təlim nəticəsi deyil. Biz bu cür təlim nəticəsini qeyd etməli deyilik. Bunu necə çevirmək olar? Vətənpərvərlik hissi nümayiş etdirir. Vətənpərvərlik hissi nümayiş etdirmək, bu şagird mərkəzlidir. Bu doğru təlim nəticəsi olur. Yəni, təlim nəticəsi müəyyənləşdirən zaman alt standartdan çıxarılır və biz bunlara fikir verməliyik. Yəni, burada şagirdin fəaliyyəti ön plana çəkilməlidir. Şagird mərkəzli olmalıdır, müəllim mərkəzli yox. Sonra, təlim nəticəsi, deməli, yazışı aydın, anlaşıqlı olmalıdır. Eyni zamanda da reallaşdıra bilən olmalıdır. Təlim nəticəsi şagird yönümlü olmalıdır, bayaq da dedik. Və təlim nəticəsinə Bloom taksonomiyanın fiillərindən istifadə olmalıdır. Bloom taksonomiyanın təlim prosesində əsas rollarından biri dərsin məqsədini müəyyənləşdirməsidir. Yəni, müəyyənləşdirmədə rol oynamaqdır. Bloom taksonomiya əhəmiyyətli rollarından biridir. Dərsin məqsədində öyrənməni önə çəkir. Bax, bu Bloom taksonomiyanın fiillərindən, dinamik fiillərindən istifadə etmək. Ölçülə bilməyən, bax, deməli, təlim nəticəsində ölçülə bilməyən, qiymətləndirməsi mümkün olmayan statik fiillərdən istifadə etmək düzgün deyil. Statik fiillər hansıdır? Məsəl üçün, statik fiillərə nümunə desək, bilir, öyrənir, sonra eşidir, görür. Bunlar statik fiillər adlanır. Yəni, təlim nəticəsində bu cür fiillərdən, statik fiillərdən istifadə olunmamalıdır. Bloom idrak taksonomiya mərhələlərinə aid dinamik fiillərdən istifadə olmalıdır. Təlim nəticəsi, bayaq dedik, aydın olmalıdır, anlaşıqlı olmalıdır, ölçülə bilən olmalıdır, qiymətləndirilə bilən olmalıdır. Təlim nəticəsi sadə cümlə ilə ifadə olunmalıdır. Mürəkkəb cümlə ilə yox, sadə cümlə ilə ifadə olmalıdır. İndi keçirik, müəllimlər, gündəlik planlaşdırma, təlim nəticəsi haqqında da məlumat verdik. İndi keçirik bir hissəyə. Bu hissəni də qeyd edim. Smart planlama texnikasını izah edəcəm. Smart planlama texnikası. Deməli, müasir dövrdə təlim nəticələrinin hazırlanması zamanı smart planlama texnikasından istifadə olunur. Bax, burada smart sözünü yazıram. Baxın, smart. Smart planlama texnikası nədir? Bu smart planlama texnikasında hər hərfin öz deməli xüsusiyyəti var. Hər hərfin öz açılışı var. Birinci baxırıq S. S hərf onu bildirir ki, yəni təlim nəticəsi spesifik olmalı, yəni təlim nəticələri düzgün müəyyənləşdirilib, dəqiq və aydın formada ifadə olunmalıdır. Deməli,
spesifik olması. Spesifik olması, yəni təlim nəticələri spesifik olması deməkdir. Spesifik olması, yəni təlim nəticələrinin düzgün müəyyənləşdirilməsidir, dəqiq və aydın formada ifadə olunmasıdır. Təlim nəticələrinin dəqiq müəyyənləşdirilməsi, dəqiq və deməli düzgün müəyyənləşdirilməsi, dəqiq və aydın olmasını ifadə edir. Gəlir ikinci M. M təlim nəticələrinin ölçülə bilən olmasıdır. Deməli, təlim nəticə qısa hərflə yazılıb, təlim nəticələrinin ölçülə bilən olmasıdır. Ölçülə bilən olması. Ölçülə bilən olmalıdır, deməli, təlim nəticələri ölçülə bilən olmalıdır. Yəni, təlim nəticəsi elə müəyyənləşdirilməlidir ki, nəzərdə tutulan bilik və bacarıqlar qiymətləndirilə bilsin. Yəni, qiymətləndirilə bilsin. Nə qiymətləndirilə bilsin? Nəzərdə tutulan bilik və bacarıq qiymətləndirilə bilsin. Deməli, spesifik olmasıdır, yəni təlim nəticələri spesifik olmalıdır, təlim nəticələri düzgün müəyyənləşdirilməlidir, dəqiq və aydın formada ifadə olunmalıdır. M. Təlim nəticələri ölçülə bilən olmalıdır, yəni təlim nəticələri elə müəyyənləşdirilməlidir ki, nəzərdə tutulan bilik və bacarıq qiymətləndirilə bilsin. Gəldik A-ya. Əldə oluna bilən olmasıdır. Əldə oluna bilən. Əldə oluna bilən, yəni qoyulmuş hədəfə çatmaq asan. Nə asan, nə də çox çətin olsun. Məqsəd normadan bir qədər çətin, yəni şagirdlərin çalışaraq əldə edə biləcəyi səviyyədə olmalıdır. Deməli, A nədir? Təlim nəticələrinin əldə oluna bilən olmasıdır. Təlim nəticələri əldə oluna bilən, yəni qoyulmuş hədəfə çatmaq, yəni məqsədə çatmaq nə asan, nə də çox çətin olsun. Yəni, nə çox asan da olmalı deyil, nə də çox çətin olmalı deyil. Əsas odur ki, yəni məqsəd normadan bir qədər çətin, şagirdlərin çalışaraq əldə edə biləcəyi səviyyədə olmalıdır. A əldə oluna bilən olmasıdır təlim nəticələri. Sonra gəldi R. Real imkanların nəzərə alınmasıdır. Yəni, təlim nəticələri mövcud resursları, öyrənmə mühiti nəzərə alaraq çıxarılmalıdır. Yəni, real imkanlar, yəni hansı şəraitdə şəraitin nəzərə alınmasıdır. Real imkanların nəzərə alınmasıdır. Yəni, təlim nəticələri mövcud resursların, öyrənmə mühitinin nəzərə alaraq çıxarılmasıdır. Buraya yazım, real imkanlar. Qaldı burada T hərif, time. Time, yəni vaxt deməkdir. Yəni, müəyyən vaxt müddətinin nəzərə alınması. Yəni, müəyyən vaxt müddətinin nəzərə alınması. Yəni, təlim nəticələrinin hansı müddətdə əldə olunduğunu göstərən xüsusi bir vaxtda təyin olunmasıdır, təyin edilməsidir. Yəni, kifayət qədər vaxtın ayrılması vacibdir təlim nəticələrinin reallaşdırmasında. Bu da, deməli, smart planlama texnikasının açılışıdır. Hər hərfin açılışını qeyd etdik. İndi dərsin təlim nəticəsi ilə tez-tez edilən səhvlər var. O hissəni də qeyd edəcəyik. Tez-tez edilən səhvlər nədir? Dərsin təlim nəticəsi zamanı edilən səhvlər.
Və dərsin təlim nəticəsi ilə bağlı, nəticəsi ilə tez-tez edilən səhvlər. Hansı səhvlərdir? İlk olaraq onu qeyd edim ki, birinci olaraq bir dərs üçün həddən artıq sayda təlim nəticəsinin yazılması düzgün hal deyil. Bir dərs üçün həddən artıq təlim nəticəsinin yazılması düzgün deyil. Yəni, bir dərs üçün maksimum 2-3 təlim nəticəsi müəyyənləşdirilməlidir. Çox olduqda nə baş verə bilər? Çox olduqda əlbəttə ki, reallaşdırmaq mümkün olmaz. Deməli, birinci səhv nədir? Bir dərs üçün həddən artıq sayda təlim nəticəsinin yazılması. Yəni təlim nəticəsi demək. Təlim nəticənin yazılması. Bir dərs üçün həddən artıq təlim nəticəni yazmaq doğru deyil. Bir dərs üçün maksimum 2-3 təlim nəticəsini müəyyənləşdirilməlidir. Çox olduqda, yəni 3-dən çox qəti sürətdə olmaz. Çünki reallaşdırmaq olmaz. Yəni 45 dəqiqə ərzində 4 dənə, 5 dənə, 6 dənə təlim nəticəsini reallaşdırmaq mümkün deyil. Ona görə 3-dən artıq bir dərsə yazmaq düzgün deyil. İkinci edilən səhv təlim nəticəsinin şagirdlərə bildirilməməsidir. Təlim nəticənin şagirdlərə bildirilməməsi də bir dərs zamanı təlim nəticəsi ilə bağlı tez-tez edilən səhvlərdən biridir. Yəni, təlim nəticəsi şagirdlərə bildirilməməsi bu da bir səhvdir. Dərsin əvvəlində şagirdlərə təlim nəticələrini elan etmək lazımdır. Şagirdlər bilməlidir ki, dərsin sonunda nəyi öyrənəcək, hansı bilik bacarıqlara sahib olunacaq. Bu dərsi keçməmişdən əvvəl şagirdlərə birinci dərsin məqsədini mütləq elan etmək lazımdır. Demək lazımdır. Hətta lövhədə məqsədi yazmaq da lazımdır ki, daima o göz qabağında qalsın. Yəni, dərsin məqsədi şagirdlərə dərs başlamamışdan əvvəl elan etmək lazımdır. Əgər elan edilmirsə, bu da edilən səhvlərdən biridir. Üçüncü edilən səhvlərdən üçüncüsü təlim nəticəsinin çox mürəkkəb yazılması. Təlim nəticənin çox mürəkkəb yazılması. Təlim nəticənin çox mürəkkəb yazılması doğru deyil. Yəni, təlim nəticəsi bir fəaliyyəti əks etdirməlidir. Bir fəaliyyəti. Bir neçə fəaliyyətin əks olunması halı doğru deyil. Yəni, mürəkkəb uzun-uzun cümlələrlə təlim nəticəsi yazmaq düz deyil. Sadə cümlə ilə ifadə olmalıdır. Başa düşülən olmalıdır, anlaşıqlı olmalıdır. Uşaqlar başa düşməlidir o təlim nəticəsini. Uzun, mürəkkəb cümlə ilə ifadə olunduqda, həmin təlim nəticəsindən qiymətləndirmə meyarını müəyyənləşdirmək çətinlik yaradır. Yəni, qiymətləndirmə meyarını müəyyənləşdirmək mümkün deyil. Çətinlik yarada bilər. Dördüncü edilən səhvlərdən dördüncüsü feillərin stativ olmasıdır. Feillərin stativ. Bayaqdan biz qeyd edirik, stativ olması. Təlim nəticəsinin feilləri stativ olmalı deyil, dinamik olmalıdır. Dinamik feillər bayaqda qeyd etdik. Bloom idrak taksonomiyanın mərhələlərinə aid feillərdir. Stativ feillər ölçülə bilən feillər, qiymətləndirə bilən feillər deyil. Təlim nəticəsi ölçülə bilinməyən feillərlə verilməli deyil. Yəni, bayaq biz göstərdik stativi bilir, bacarır, görür, eşidir. Yəni, bu cür feillər stativ feillər hesab olunur. Yəni, bu cür feillərlə təlim nəticəsi verilməməlidir, yazılmamalıdır. Dördüncü səhvində qeyd etdik. Beşinci edilən səhv isə müəllim mərkəzdə olması.
Təlim nəticəsi müəllim mərkəzli olmalı deyil. Müəllim mərkəzli təlim nəticəsi yanlış təlim nəticəsidir. Biz bayaqlar elədik ki, məsələnin həll yolunu göstərir. Bu yanlış təlim nəticəsi. Bu müəllim mərkəzli təlim nəticəsidir. Təlim nəticəsində şagirdin görəcəyi fəaliyyət əks olunmalıdır. Müəllimin yox. Təlim nəticəsində şagirdin görəcəyi fəaliyyət əks olunmalıdır. Yəni bəzən müəllim şagirdin nə öyrənəcəyinə deyil, özünün nə edəcəyinə köklənir. Bax, bu cür yanlışlığa yol verir. Təlim nəticəsi necə olmalıdır? Təlim nəticəsi şagird yönümlü olmalıdır. Müəllim yönümlü yox. Müəllim mərkəzli yox, şagird mərkəzli olmalıdır. Bu da dərsin, belə deyək də, dərs zamanı tez-tez edilən səhvlərdir. Qaldı bizim dərsimizin bir hissəsi, bir balaca hissəsi qiymətləndirmə meyarı. Qiymətləndirmə meyarı haqqında da məlumat verim, müəllimlər. Qiymətləndirmə meyarı. Qiymətləndirmə meyarı, müəllimlər, deməli, qiymətləndirmə meyarları fəaliyyət zamanı şagirdlərdən nə gözlənildiyi, bilik və bacarığı necə qiymətləndirəcəyi barədə aydın təsəvvür yaratmaq üçün istifadə olunan xüsusi təlimatlardır. Bu da qiymətləndirmə meyarı. Sonra qiymətləndirmə meyarları hazırlanarkən daha çox bir sıra xüsusiyyətlər nəzərə alınır. Qiymətləndirmə meyarı da, bax, yadınızda saxlayın, alt standartdan təlim nəticəsi çıxarılır. Təlim nəticəsindən də qiymətləndirmə meyarı çıxarılır. Meyar hazırlanarkən uyğunluq prinsipi gözlənilməlidir. Meyar hazırlanarkən uyğunluq prinsipi gözlənilməlidir. Sonra qiymətləndirmə meyarı aydın və spesifik olmalıdır. Aydın və spesifik olmalıdır. Qiymətləndirmə meyarı, deməli, alt standartdan təlim nəticəsi çıxarılır. Təlim nəticəsindən də qiymətləndirmə meyarı çıxarılır. Qiymətləndirmə meyarı təlim nəticəsinə uyğun verilməlidir. Sonra qiymətləndirmə meyarı aydın və spesifik olmalıdır. Şagirdlər asan başa düşən olmalıdır. Sonra, məsəl üçün, belə bir meyar desək, oxuya bilir. Baxın, oxuya bilir. Bax, bu düzgün qiymətləndirmə meyarı deyil. Oxuya bilir, düzgün qiymətləndirmə meyarı deyil. Qiymətləndirmə meyarı deyil. Çünki, yəni, şagird burada aydın olmur. Yəni, şagirdə bu oxuya bilir, şagirdə nələrə diqqət yetirəcəyini, nəyin vacib olduğunu, nələrə diqqət yetirməli olduğu ilə bağlı heç bir fikir bildirmir. Yəni, həm aydın deyil, həm də dəqiq deyil. Bax, oxuya bilir qiymətləndirmə meyarı. Bunun əvəzində necə meyar deməli düzgün olar? Bunun əvəzində mətni durğu işarələrini nəzərə alaraq oxuyur. Bax, bunun əvəzində mətni mətni durğu işarələrini nəzərə alaraq oxuyur. Bu aydındır. Həm spesifikdir, həm aydındır, həm başa düşüləndir ki, şagird burada artıq nələrə fikir verəcək, hansı hissələrə diqqət yetirəcək. Deməli, mətni oxuyan zaman durğu işarələrinə nəzər verəcək, nəzər yetirəcək, diqqət yetirəcək oxu zamanı. Burada oxuya bilir. Oxuya bilir, qiymətləndirmə meyarı olanda şagird tam başa düşmür ki, özü nələrə diqqət yetirəcək, nələrə fikir verməlidir. Deməli, ona görə deyilir ki, qiymətləndirmə meyarı aydın və spesifik olmalıdır. Belə deyəm, başa düşülən olmalıdır. Sonra qiymətləndirmə meyarı ölçülə bilən olmalıdır. Bax, digəri aydın və spesifiki yazdıq, qeyd etdik. Ölçülə bilən olmalıdır qiymətləndirmə meyarı.
ölçülə bilən olmalıdır. Yəni ölçülə bilən olmalıdır ki, şagird də fəaliyyətini müşahidə edə bilsin, dəyərləndirmək mümkün olsun. Burada da yadınızda saxlayın. Ölçülə bilən olması üçün qiymətləndirmə meyarının əlbəttə ki, bulum idrak taksonomiyanın feillərindən istifadə etmək lazımdır. Ölçülə bilən feillər hansı feillər idi? Bayaq da qeyd etdik. Dinamik feillər. Yəni bulum idrak taksonomiyanın feillərindən istifadə etmək doğrudur. Sonra deməli bax biz dərslərimizdə konstruktiv rəy veririk. Deməli qiymətləndirmə meyarları da şagirdlərin işini dəyərləndirmək və onların inkişafına yönəlik konstruktiv rəy bildirmək üçün əsas rol oynayır. Deməli biz konstruktiv rəyi şagirdlərlə əks əlaqə quran zaman onlara verilən o konstruktiv rəyləri də qiymətləndirmə meyarlarına əsasən verməliyik. Onları nəzərə alaraq verməliyik. Bax, bu da burada əsas götürülür. Sonra onu da deyim ki, qiymətləndirmə meyarları necə təlim nəticələri, dərsin məqsədi əvvəlcədən şagirdlərə elan olunursa, elə qiymətləndirmə meyarları da əvvəlcədən şagirdlərə bildirilməlidir. Qiymətləndirmə meyarları da əvvəlcədən şagirdlərə bildirilməlidir. Bax, bu da qiymətləndirmə meyarlarıdır, müəllimlər.